Salam, xoş gördük, hörmətli izləyicilər. Deməli, Saray qəsəbəsində bu ev çıxdı satışa. 3 sotun içərisində şəxsi özləri üçün tikilmiş evdir, 100 kvadratlıq evdir. İçində bütün əşyalar evin içərisində qalmaq şərti ilə 120 min manata satışa çıxarıldı, 120 min manata. Amma qiymətində ev sahibi özü endirim edəcək. Çox gözəl, yüksək keyfiyyətli bir evdir həqiqətən. Qaz sayğacı, su sayğacı, işıq sayğacı var. Kanalizasiyası da ki, mərkəzi kanalizasiyadır. Bir dənə birinci elə bağdan başlayaq. Bax, buraları bir dənə zəhmət olmasa yaxınlaşın. Bax, bütün meyvə ağacları. Nə meyvələrdir ağaclar var? Hə, bütün meyvələrdən var. Fərqli meyvələrdir, bir-bir sadalamaq istəmirəm. Torpağı da çox münbit torpaqdır. Özdə ərazi olaraq da fərdi yaşayışdır. Yəni, bu evi alıb, kupça alıb, qeydiyyata düşə biləcəyiz evdir. Bilirsiniz, haradadır bu? Əli marketdən düşüb gəlirsiniz bura. Əli marketdən marşrut keçir buradan. Yaxınlığında marşrut da keçir. Gələrsiniz canlı hamısını bir-bir izah edəcəm sizə. Bağı, bax, bura ağac əkmək üçün, nə bilim, gölgəyəti, nə istəsiniz burada meyvə tərəvəz edə bilərsiniz. Oradakı maşın saxlamaq üçün yerdir. Oranı da bir dənə zəhmət olmasa göstərək. Bax, darvazadan girdiniz, trapına qədər var. Çünki kanalizasiyası mərkəzi kanalizasiyaya qoşulmuşdur. İndi buranı göstərin zəhmət olmasa. Gəlin, bax, buradan çıxırıq, bağdan çıxırıq, indi təzdən qayıdırıq həyətə. Təzdən qayıdırıq həyətə. Bax, evimizin üstünü bir dənə zəhmət olmasa göstərək. Düşür evin üstü krişa. Evimizin üstü çerepiçadır. O qalın krişalardan var ya, çerepiça. Bax, onlardandır. Evin altını da göstərdim sizə. Qoy bir dənə bunu izah edeyim. Demək, sağ tərəfdən də ara məsafə var, sol tərəfdən də var. Arxadan da var da. Ancaq sağ tərəfdən bir də sol tərəfdən ara məsafələri var. Bu da bax, üzüm tənəyidir. Bir dənə bunu göstərin. Üzüm yetişir burada yayda. Hə, bax, bütün hasar boyu bax, üzüm gedir. Görürsünüz. Bu nə ağacıdır belə? Yapon əziyidir. Bəs bu? Nəysə, vaxt aparmaq istəyirəm. Bütün meyvələrdən var. Davam eləyək. Bütün həyət qəşə istəyəşqa beton olunub. Orada bulaq var. Bir dənə göstərin bulağı. Görürsünüz. Pilləkanda bir dənə zəhmət olmasa baxın. Betonla tökülmüş pilləkəndir. Dəmir perilalarda vurulub. Həqiqətən çox zövqlə tikilmiş evdir. 120 min manatdan narahat olmayın. Qiymətində endirim olunacaq. Görək burada nələr var. Bax, darvazanı açırıq burada. Evin aşağısıdır bura. Birinci mərtəbəsi. Bax, burada görürsünüz, xüsusi stabilizator qoyublar ev üçün. Bax, kombi, piti minutka. Atmaların qalınlığını baxın. Bax, şəxsi özləri üçün tikilmiş evdir. Göstərəcəm indi. Bax, atmalarına baxın. Bax, stiklavatdır. Polun altından stiklavat ediblər. Betonu göstərin. Bax, kəmərinə qədər. Hər şey 5'də 5'dir. Burada çox izah eləmək istəmirəm. Canlı gəlib baxarsınız. Tolunu da göstərin. Bax, toluna qədər qoyulub. Burada belə xüsusi belə bir otaq düzəldiblər, belə bir darvazada qoyulub. Buradan da bir otaq, aşağı girməsi bir qapı da buradandır. Bu yüzden evin bütün otaqlarına keçmək üçün buradan yer var. İstəsiz gələcəkdə buranı beton stiyaşqa eləyərsiniz, buralara şkatur elətdirərsiniz, yəni burada elə bir otaq kimi istifadə eləmək olar. Gəlin, zəhmət olmasa. Bax, yenə göstərim, ara məsafələrinə baxın. Atmalar çox sıx-sıx atılıb və qalındır. Bir də buranın bir dənə qoşadaş olmağını göstər, baxın. Ara kəsmələrinə qədər qoşadaşdır, görürsünüz. Ara kəsməyə qədər qoşadaşdır. Bütün otaqlarda buradan keçməyə yer var. Bax belə. İndi gəlin evin içərisinə baxaq. Bax, burada neçə daş çürüsüldür, bilmirsən? 1, 2, 3, 4, 8, 9, 10, 11 daş çürüsülüdür. 11 daş çürüsülü evdir. Bax, görürsünüz. Dəmir raşotkalarına qədər qoyulub. Pəncərələr də kaliçli pəncərələrdən, gördünüz. Bax, balkonu da belə uzun, belə qəşəng səliqəli balkondur. Bir dənə balkondan həyəti göstərin. Həyətə bir dənə zəhmət olmasa baxın. Bax, görürsünüz, düz saxlayın, bax. Bütün bağ-bağatdır həyətə. Maşın saxlamağa da yeri var. Ağac əkməyə də yeri var. Gəlin, daxil olaq evimizin içərisinə. Bax, orada gözləyin, bax. Gəlin, zəhmət olmasa içəri. Bax, böyük bir koridordur, geniş bir koridordur. Belə girən kimi kondisioneri göstərək. Bax, bu kondisioner evin içərisində qalacaq. Bax, bu kondisioner, bu şkaf qalacaq. İnterneti, modemi, hər şeyi var. Bütün otaqların kondisionatörü ayrılıb. Bir də oradan bəri göstərin. Böyük bir koridordur, bax. Böyük, geniş bir koridordur. 3 otaqlı evdir, amma 100 kvadratlıq evdir. Birinci qonaq otağına gələk. Bax, bu qonaq otağıdır, görürsünüz. TVST üçün qəşəng yer düzəldilib. Buradan bir dənə televizor götürüləcək də. Bir televizor, bir bu stol. Qalan bütün əşyalar evin içərisində qalacaq. Bax, bu qonaq otağıdır. Görürsünüz ki, qəşəng səliqəli təmir olunub. Üstündə zətdə də qalacaq da.
Hə, lüstrlərə qədər evin içərisində qalacaq. Pərdələr, tam yaşayışa hazır olan evdir. Bu da mətbəxdir. Mətbəxə baxın. Görsün də burada geniş mətbəxi var. Buradan da bir dənə bu qabyon götürüləcək. Paltaryan da qalacaq. Xaladeliki göstərək. Bax, bu xaladelik də evin içərisində qalacaq. Bu bizim mətbəx mebeli də təptəzədir. Görürsünüz? Mətbəx mebeli də təptəzədir. Bu da bizim sənədimizdir. Baxın, torpağın kupçasıdır, çıxarışıdır. Pərdə yaşayışdır. Yəni, bunu alandan sonra evə kupça ala biləcəksiniz. Qonaq otağı göstərdim, mətbəxi göstərdim. Gəlin, yataq otaqlarına baxaq. Bax, bu bir yataq otağıdır. Baxın, bura bir dənə zəhmət olmasa buradan göstərim. Baxın, padagonliklər nə qədər mərmərdir, bax. Padagonliklər nə qədər mərmərdir. Karistli pəncərələri bu necə açılır? Və cifti nə qədər var? Hə, cifti nə qədər var? Nəsə açamadım pəncərə. Bu qonaq neçə kvadrat olar bu qonaq otağı? Yataq otağı. 18 kvadrata yaxın, hə, bu yataq otağıdır. Bir dənə bu uşaq qravatı götürüləcək. Qalan bütün əşyalar burada qalacaq. Bax, gördüyünüz bu mebel, yataq dəsti, komod, hamısı evin içərisində qalacaq. Buranı göstərdim, bir dənə bu yataq otağını da göstərək. Bu da bir yataq otağıdır. Uşaq yataq otağıdır da buraya yəqin. Detsk otaq, bəli. Sağ üzərdə göstərək. Bax, bu da sanitar qovşağıdır. Bax, təptəzə təmir olunub, hər bir şeyi var. Hər bir şeyi var. Yəni, bu evə alası olsuz inşallah. Bura elə böyük bir xərc tələb olunmur. Çünki evin içərisində hər şey var. 5'də 5 qurulub. Yaxınlaşın. Deməli, bir də izah edirəm. Saray qəsəbəsində Əli Market var. Panoramanın kuruğundan biraz qabaqdan dönürsünüz sağa. İnternatın kuruğu var. Sumqayıda tərəf gəlirsiniz, biraz, çox yox. Dönürsünüz oradan sağa. Nə qədər olar? 700 metr zad olar da bura. 700-750 metr məsafə gəlib çatırsınız bu evə. Həqiqətən yaxşı evdir. Gəlib özünüz baxın. Fundamenti, tollu, kəməri, nə bilim, dəmir raşotkası, üstü çeri, piçalı, bax belə bir evdir, onu demək istəyirəm. Seksiya radiatorlarına qədər var, kombisi var. Burada hazır cir yaşadır. Xalçalar da qalacaq. Yox, xalçalar götürür. Xırda para bir şey. Hə, xırda para bir şey, öz əşyalar var, onları götürəcəklər. Qalan demək olarsa 95%, 98% şeylər evin içərisində qalacaq. 120 mindən də indirim eləyəcəksiniz də. İndirim olunacaq. Öz şəxsi evlərində, yəni burada oturub danışmaq, razılığa gəlmək hasandır. Gəlin də indi burada yaşayırlar neçə vaxtı. Özlərlə danışın, qiyməti münasib eləsin, götürün. 120 min manatdır, 100 kvadratlıq evdir. 120 mindən amma endirim mütləq olacaq. Allah alanı da satanı da xeyir versin, sağ olun.